Onlar gəlir, amma bir dənə mənzərə var ki, çox xoşa gəlməz mənzərədə, çox pis oldum da bu park üçün, Allah'ın olsun. Varındayıq, Böyükşor parkında. Cəmaat gəlir burada indi məlum məsələ piknik eləyir, yeyir, içir, yaxşı eləyirsiniz. Bura nə gündədir, buranın nə günə qoyublar. Vay, yeyirsiniz, içirsiniz, yaxşı eləyirsiniz, bəs bunu atmayın da bura, buralar nə gündədir. Dalğa da vurub laf çırpıb buralara. Vay, baxın bir dənə, buranın vəziyyətinə baxın. Biz öz təbiətimizi qorumasaq, öz ətrafımızı qorumasaq, heç kim vallahi gəlib bizim üçün ətrafı təbiəti qoruyan deyil. Nə gündədir bura? Bura zibil atıblar. Bu təzə zibildir. Orada nə bilim uşaq pampersi var. Belə də yəni biabırçılıq. Mən bura həmişə qışda gəldim, gördüm, çox böyle səliqəli vəziyyətdə idi. İndi sezon başlayıb, hələ nə sezon başlayıb. Uca indidən buralar bu gündədir. Deməli bu parkda bir dənə belə skuter yolu var, velosiped yolu var. Görürsünüz qabaqda da nə qədər adamlar var. Baxın görürsünüz. Amma gəlirlər bax bu skuterları da bu asfalt hissəylə, damatın gəzdiyi hissəylə sürürlər. Onunla da əlaqəli nə olur? Hamı girir bir-birinə, bayaq bir dənə də uşağı vurdu skuterlar. Həmin o skuter şirkətdə jetdir burada. Mən bir dənə jet gördüm. Başqa hansı skuter şirkəti var bilmirəm. Həmin o jetdə burada hər hansı bir sürət limiti qoymayıb mənə elə gəlir. Çünki çox sürətli gəlir skuterlar. Qarşı bu parkın nəzarəti kimdədirsə, həqiqətən yəni bura biabırçı bir vəziyyətdədir. Yəni gəlib bura doğrudan da bir nəsə nəzarət etmək lazımdır. Hər yerdə pis gündədir yəni, çox pis gündə.